Hə, köhnələr, sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Yəqin ki, artıq başa düşdünüz də bugünkü söhbət nədən gedəcək? Əlbəttə ki, Bakının gözündən, Bakının Mirvari kafesindən. İstəyirəm sizə həmən bu kafe haqqında bir maraqlı məlumatlar verim, əgər bilmirsinizsə. Günlərin bir günü o vaxtın köhnə kişilərindən olan Əliş Lembaranski oturmuşdu öz ofisində. Bakı şəhər icra hakimiyyətində. Əgər kimlərsə bilmir ki, Əliş Lembaranski kim olub, gəlin mən bir balaca mövzudan keçim qırağa sizə məlumat verim bu barədə. Əliş Lembaranski 50-ci illərdən 70-ci illərə qədər Bakının ən sevimli icra başçılarından biri olub. Onun da səbəbi o olub ki, Əliş Lembaranskinin vaxtında Bakı əməlli başlı dəyişib, başa düşürsünüz, gözəlləşib. Məhz Əliş Lembaranskinin vaxtında bizim tanıdığımız funikulyor, həmən bu Mirvari kafesi, həmçində, bax, indiki Nizami küçəsi var, o vaxtki Targovu. Vaxt var idi, o zamanlar orada ərəbələr gedərdi, maşınlar gedərdi. Onu, yəni piyadalar üçün değişən məhz Əliş Lembaranski olub. Neysə, indi təzdən qaydaq öz mövzumuza. Günlərin bir günü oturmuşdu öz ofisində, çay içirdi, fikirləşirdi ki, mən necə eləyim ki, bu Bakını nəinki biraz da gözəlləşdirim. Elə bir dənə memarlıq bir abidəsi yaratdırım burada ki, hansını ki dünyada tanısınlar. Yəni hər yerdə, dünyanın hər bir yerində o yeri görəndə, yəni onun şəklini görəndə bilsinlər ki, bura Bakıdır. Nəhayət ki, gözünün qabağına gəldi bir şəkil çıxdı. Oturub, yəni maraqlanırdı da, belə deyək də, material toplayırdı. Gördü ki, Meksikanın Mexico şəhərin yaxınlığında 58-ci ildə bir qəşəng bir memarlıq abidəsi ucalıb, adı da onun Los Manantiales. Həmən o memarlıq abidənin də müəllifi Meksika, İspanlı olan bir memar, onun adı canım sizə desin, səhv eləmirəmsə Felix Candela olub. Yəni onun prototipini götürüb, təşəbbüs verib və ondan sonra bax bizim bu Mirvari, yəni gözəl bir belə bir şəhərin yaraşığı yarandı. Mirvari kafesini təqribi 2 ilə tikdilər. Bunun da memarı Vazim Şulgin adlı bir şəxs idi. O da o vaxtın çox belə məşhur memarlardan idi. Yadınızdadır da, yəni də köhnələr onu bilər. Neysə, sizə bir onu demək istəyirəm ki, vaxt var idi, vaxt var idi. Bax, indi mən dayandığım yer var ha. Yəni buralar hamısı su idi. Hətta, yəni dalğalar gəlib düz həmən o Mirvari kafesinin aşağısında olar idi. O vaxtı köhnə cəmaatın yadında olar, bilmirəm, qalıb kimsə o vaxtdan sağ ki, hansı ki məhz onu görüblər, yəni o vaxtları. Amma bu belə olub. Həmçində onu sizə deyim ki, bu memarlıq cəhətdən də çox bir çetin, həm memarlıq, həm də inşaat tərəfdən çetin bir, yəni abidədir. Çünki bunun səhv eləmirəmsə, belə hiperbolik paraboloidlar adlanır. Yəni belə müəyyən nəzik olan armatur tipli nəsə bir inşaat materialıdır. Yəni bütün bu konstruksiya onun üstündə əsaslanıb. Onu da deyim ki, yəni şəxsən mənim yaddaşımda həmən bu yer necə qalıb, mənim yadımdadır ki, burada belə ağla sığmaz dərəcədə dondurmalar verərdilər, marojna. Həmçində kofe glisse, yadınızdadır, belə uzun stəkanlarda kofe glisse və dondurmalar da var, belə maraqlı belə bir qablarda dəmir altlıqlarla. Böyük nəslin isə, yəni ki, yaşlı nəsil mənim yadımdadır ki, balıq yeməyə o vaxtı Bakı əhli gələrdi məhz Mirvari kafesinə. Necə ki, o vaxtı Park Kirovda, indiki Dağüstü parka Kiyev kotletlərini yeməyə Drujba restoranına getməzdilər. Balıq yemək üçün amma gələrdilər, bax bura. Bu qədər qəlbdən qəlbə sabahınız bir də xeyir olsun.